İranın ictimai və mədəni həyatında illərlə davam edən bir qayda indi tarixin arxivinə keçir. Qadınların ictimai məkanlarda məcburi hicab geyinməsi qanunu ləğv edildi. Amma bu sadəcə geyim dəyişməsi deyil, bu, şəxsi azadlıq, seçim haqqı və insan hüquqları üçün tarixi bir addımdır. Baxın, küçələrdəki dəyişikliklər yalnız kağız üzərində görünmür. İnsanların ümidləri, qəlblərindəki arzular, illərlə boğulmuş istəklər indi